Biraz gec durmuşam, amma eybi yoxdur. 9-un yarısıdır. Rayondan gələn çantada olan paltarları yer-bir-yer eləyib, göbələyə çanta yığmaq lazımdır. Orada qəşəng şəkillər çəkdirmək istəyirəm qızlar və paltarı yığarkən görürəm ki, o qədər də paltarım yoxdur. Həqiqətən qış paltarları Temudan mütləq sifariş eləmək lazımdır. Dünən nəhayət ki, bunları tapdım və aldım. Hərəsi 6 manatadır qızlar. O qədər gözəl qalqotkadır. Mağazada mənə dedilər ki, yalnız qara rəngdə bunlar mövcud olur. Ümumiyyətlə siz də skrin eləyin, mütləq bir dəfə alın. Çünki 100% mənə çox sağ ol deyəcəksiniz. Mən çox axtarışında idim. Yaxşı qalqotka 80 dendir. Ayaqda o qədər gözəl və mükəmməl görsənir ki. Qalqotka neyimə lazımdır? Çünki bu şortiki özümlə götürəcəm. Orada şəkillər çəkdirmək üçün və üstündən sviter geyinərək altından qalqotka olacaq. Alarkən bunu heç kim bəyənməmişdi, amma qəşəng kombin eləyəcəm və yaxşı görsənəcək belə bir sviterdir. Bu arada hava proqnozuna baxmaq lazımdır. Baxım görüm həmin günlərdə Qəbələdə hava necə olacaqsa. Əslində o qədər də isti deyil, ona görə isti paltarları daha çox götürsəm yaxşıdır. Özümlə mütləq 2 dənə ştativ götürürəm. Sevdiyim minisonun güzgüsü və işıq. Həyətdə geyinmək üçün tapçıqam. Vlog çəkmədiyi bir gün aldığım ayaqqabıları sizə göstərmək istəyirəm. Tərtəmizdir, bir dəfə də geyinməmişəm, özümlə götürəcəm. Bu modeli yadınıza gəlirsə Molda Stradivarius'da görmüşdüm, 180 manata idi. Əlim gəlmədi o qədər pul verməyə, çünki düşünürəm ki, bu model çox tez moddan düşən bir modeldir və yaxud mən özüm bezəcəm. Ona görə adi bir butikdən aldım bunları, 78 manata deyəsən. Tam razmer, fərqli rənglər var idi. Mən qarasını götürdüm və bu dəfə bunları özümlə götürmək istəyirəm. Orada şəkillər çəkdirmək üçün. Düşünürəm ki, qəşəng o şortiklə kombin yığmaq olacaq. Razmer olaraq 37 götürmüşəm. Temudan sifariş elədiyim 35 manata almışam. Amma belə koja deyil. Villur kimi bir materialdır və yaxud velvet, dəqiq bilmirəm, gələndə sizə mütləq göstərəcəm. Babanın əsas gəlmək məqsədi öz ad gününü bizimlə birlikdə qeyd eləmək idi. Mən də dedim ki, bir hədiyyə olaraq restoranla danışım və məndən belə bir hədiyyə olsun keçirmək. Babanın isə srazu ideya xoşuna gəlmədi. Dedi ki, əgər sən sırf kontent çəkməyə, yəni video hazırlamaq üçün eləyirsənsə problem yoxdur, amma belə mənim marağım yoxdur. Dedim, necə yəni? Çünki mən o restoranla danışmışdım, 900 manata yaxın xərc çıxmalı idi. Amma tanış, biliş, qohumları hamısını çağırmaq istəyirdim. Hamısı deyəndə o qədər çox da deyil yenə də. Baba dedi ki, mən sırf evdə keçirmək istəyirəm, mama yeməklər bişirsin, çünki mamadan dadlı heç kim obed bişirə bilmir. Gördüm ki, konkret restorana bağlı papa həvəssizdir, ona görə ev tapdım. Qəbələdə çox gözəl. Ailəmizin üzvlərdən bir soruşdum, hansı mahnıları xoşlayırsınız? Çünki mənim mahnı zövqümü atam bəyənmir, atam toy mahnıları xoşlayır. Ona görə onun istəkləri nəzərə alaraq və yol uzun olduğuna görə o istədiyi mahnıları hamısını telefona yüklədim ki, yolda qəşəng qulaq asaq. Sadəcə minimum olaraq kosmetika götürürəm. Bu kosmetikamı və son zamanlar ən çox istifadə elədim Catrice'in bu paleti. Yadınıza gəlirsə bunu Rossmanndan almışam. Rəngləri o qədər mükəmməldir. Həm ənlik var, həm də ki highlighter bunun içində. Yol üçün biraz rahat geyim seçirəm. Deməli bu kropu geyinəcəm, cins şalvar, üstündən isə bu. Çünki yol uzundur, maşın sürəcəm, krasovka geyinmək istəyirəm. Elə qəşəng qoxu var burada. Bu mənim aşağıdakı qonşumun koludur. Bilməm, parket vuracaq, laminat vuracaq, amma taxtaları ora gətirib. Əslində biz saat 10-da çıxmalıydıq, amma hələ də çıxmamışıq. Maşının sürməyindən mən başa düşürəm ki, Cabrail sürmür, papadır. Noyabrın ortalarıdır və elə gözəl hava var bayırda. Nə soyuq deyil, nə də ki isti. Ümumiyyətlə Azərbaycanın klimatını çox sevirəm, özümdə üşüyən tipəm. Lap küləkli günlərdə belə maroz soyuğu olmur. Yarı yolunu mən sürəcəm, yarını isə Cabrail. Amma Cabrail'la maşın sürmək çox çətindir, çünki müdaxilələr. Yalnız mən pedalları basıram, qalan işləri rul Cabrail'ın əlində olur hər zaman. Yavaş deyir, buna deyəcək, ona deyəcək. Ona görə gözləyirəm gəlsin. Yol boyu sizin üçün normal kontent çəkmək üçün bu telefonda Waze qoşuram. Əlimdəki telefonda isə kontent.
Bilirəm suallar onsuz da olacaq. Ona görə gəlin bu başdan cavablandırım. Niyə görə biz yalnız Cəbrayılına və Kamillə gedirik? Çünki Pərvanədə alınmadı heç bir cürə. 2 günlük heç alınmır. Çünki həftədə yalnız bir выходной var və işdən icazə vermirlər. Daha doğrusu icazə almaq olar. Sadəcə bu üzürlü bir səbəb deyil ki, işə getməyəsən. Ümumiyyətlə Pərvanə işə qarşı çox məsuliyyətli bir insandır. Boş-boşuna istirahətə görə işdən icazə almaz. 6 bazar isə vaxt yox idi həmin evdə. Yəni ki, full doluydu. Sonra da papa gedir. Ona görə biz gedə bilməyəcəydik. Papa hələ otpuskdan əlavə olaraq günlərdə alıb. Ona görə məcbur biz 5 nəfər gedirik. Mən, mama, papa, Cəbrayıl, bir də ki Kamil. Biz oturub aşağıda Cəbrayılı gözləyirik, o isə yoxdur. Əgər deyirsə indi düşürəm, deməli 5 dəqiqəyə gələcək. Əgər deyirsə 5 dəqiqəyə düşürəm, deməli 20 dəqiqəyə gələcək. Maşını bizdə Cəbrayıl müəllim sürür. Salam aleyküm, salam aleyküm. Çünki müdaxilələrdən mümkün deyil mən sürüm. Amma şey deyəcəm, trasda dəyişərik. Trası mən sevirəm. Trasda çox sürmüşəm, ona görə təcrübəm var. Mahnı qoşuram, bunlar söhbət eləyir deyə normal mahnıya qulaq asa bilmirəm. Mənim maşınımı alarkən qızlar ilk dəfə mən burada görmüşəm onu. Əvvəlki sahibi elektrikdir, nədir, burada hardasa işləyirdi və dedi ki, maşını parking eləmişəm, gedib baxa bilərsiniz. Mən də baxan kimi vuruldum, dedim mənim olmalı. Невозможно было двинуть без экскаватора. Чинam экскаватор diyor, anla. Bir balaca qayı saxladı bizi. Sıraz onların deyəsən kompüterində çıxır ki, deyir ki, Aynur xanımın adına maşın. Mən də deyim, Aynur xanım burada. Yolunun ucu 70%. Biz bir rəng geymişik, Cəbrayıl bilən fikir verir. O точно. Rəng olaraq bir geymişik. İndi ucu yerimizi dəyişə bilərik. Yolunun 70%, 90% sürüləndən sonra mən otura bilərəm. Mənim axıtım olmadı, düşmədim. Amma bunlar supermarketə girdilər və qəşəng bazarlıq elədilər. Çataq, göstərəcəm sizə nələr alıblar. Sonra özümə sual verirəm. Sən niyə axı düşməmsən? Özü də ki, bilirəm ki, izləyicilərim supermarket alış-verişi sevirlər və bu vloqa çox gözəl yaraşardı. Dəqiqələr də çox olar, necə supermarketdə seçirik, nə alırıq konkret, nə qədər pul tutdu və s. Özü də ki, deyim ki, oturub maşında nəsə bir güclü bir iş görmüşəm və yaxud montaj eləmişəm, yox, mal kimi prosta oturmuşam. Bəzən məndə belə olur. Sonra montaj zamanı öz-özümə düşünürəm ki, ay buranı niyə çəkmədim, oranı niyə çəkmədim, niyə belə məsuliyyətsizlik elədim. Onların reklamının şirinliyinə bir dənə baxın. Əridim mən bunu gördüm. At bedra. Biraz keç çəkdim. Qəşəng yolun ortasında inəklər gəzirdi ki. Oldu qardaşım, oldu, yes, oldu. Gələrkən mən onlardan soruşmuşdum ki, sedanla bura gəlməyə olur, yoxsa yox. Çünki Cəbrayıl cip sürür. Cəbrayıl maşını ilə də gəlməyə olar. Dedilər ki, heç bir problem yoxdur. Yollar şüşə kimidir, həqiqətən düz deyirlər. Çox gözəl yolları var, ona görə siz də problemsiz ən aşağı sedanla da gələ bilərsiniz. Sportivli maşına da gələ bilərsiniz. Deməli qızlar, biz uca yerindəyik. Maşınımı parking elədim. Qəşəng həyətdə yer də var. Qızlar çox səliqəli, hər şey dəhşət gözəl. Evini tam olaraq sizə göstərmək istəyirəm. Hələ hamı girib şeylərini yerləşdirməyib, təmiz halda sizə evini göstərmək istəyirəm. Tam aydın. Çox xoşuma gəldi qızlar. Dəhşət səliqəli, təmiz, ipək, gözəl evdir. Deməli burada kuxnası da var. Biz 5 nəfərlik ev götürdük. Burada 3 dənə spalnyası var. Kuxnada hər şey var. Özünüzdə hazırlaya bilərsiniz. Çox güman ki, qızlar, mən burada yatacağam. Burada 3 dənə kravatdır. Çox gözəl, səliqəli, hər şey təmiz. Tam ürəyinə sizə tövsiyə eləyə biləcəyim bir məkandır. Burada deməli kondisioner də var.
İstilik sisteminə də təchiz olunub. Ona görə narahat olmayın. Lap qışda da gəlmək olar bura. Burada belə bir şkaf da var. Şeyinizi bura yığa bilərsiniz. Biz bu evi 2 günlük götürmüşük. Burada mütləq və mütləq qəşəng Instagram üçün şəkillər çəkdirəcəm. Baxın, ikinci mərtəbədən belə bir mənzərə var. Qəşəng lüstr və ən əsasdır ki, bayırda isti hovuz var. İsti suyunu onu da göstərəcəm sizə. Hələ ki evini tam göstərməyi istəyirəm. Hələ ki bura heç kim girməyib. Yuxarıdakı otağın da gözəlliyini mütləq sizə göstərməliyəm. Biraz işıq belə miqat edir. Bu mənim telefonla bağlı bir şeydir. Realda elə deyil. Burada 2 nəfərlik qəşəng yataq var və bu işığı söndürüm, daha aydın sizə göstərə bilim. Adi işıq. Neysə qızlar, belə göstərim sizə. Bu da 2-ci mərtəbədə olan yataq otağı. Əvvəl biz papanın ad günü adi gedib bir restoranda qeyd eləmək istədik. Sonra papa dedi ki, o qədər yorulmuşam bu restoranlardan, biraz fərqli atmosferalı məkan istəyirəm və ən sevdiyim insanlar mütləq yanımda olsun. Ona görə fikirləşdik ki, ən gözəl, qəşəng belə bir ev tutub, onun 60 yaşını qəşəngcə qeyd edək. Ən əsas yadımdan çıxdı, sanitar qovşağını da göstərim sizə. Tam olsun. Burada da hər şey var, həm duş. Bu da mən. Bilirəm ki, onsuz da soruşacaqsınız. Ona görə tutduğumuzun məkanın, Instagramı, YouTube'u, hər bir məlumatı bu videonun altında sizin üçün yerləşdirəcəm. Birdən siz də istəsə, rahatlıqca buraya gəlib istirahətinizi eləyə bilərsiniz. Ən əsas qışda isti baseynində çimmək bir başqa bir ləzzətdir. Yəni baxın bu gözəl mənzərəyə. Qaynardı su. Qap qaynardı. Mən də görməmişdim. Qap qaynardı. Bu yerəncidə oturub qəşəng kontent eləməliyəm Instagram üçün. İdeyalarım yaranır. Amma niyəsə videoda bu işıq bir təhər düşür. Nədənsə heç özüm də bilmirəm. Hava da gözəldir qızlar. Amma hava pis olsa da belə bura gəlmək olar. Çünki isti baseyndir, evin içi istidir, manqalı var, hər şey var. Bunlar əməlli başda hazırlıq görürlər. Samavar çayı Cəbrayıl müəllim hazırlayır. Qəşəng mədəni, hər şey var burada. Həm manqal, həm samavar. Heç nə özünə gətirməyə ehtiyac yoxdur. Qapqacaq olsun, şiş olsun, hər şey var. Seviyə. Paltarımı dəyişmək istəyirəm, çünki bu cin şalvarda o qədər də rahat olmuram. Nəsə bir rahat bir şey gərək geyinim. Videolarımda bu kostyum çox olub. Amma ən rahatı elə odur. Paltarımı dəyişdim. Bu rozovu rahat kostyumu geyindim. Süfrəni biraz bəzətdim bacardığım qədər. Hələ papa şaşlıq eləyir. İndi onu da göstərəcəm sizə. Şaşlıq kişi işidir. Ona görə o eləyir. Əti biz Bakıdan gətirmişik. Orada marinovat eləmişik. Qəşəng antrikot, kusoklar. Papa isə bəhbəh qəşəng şaşlıq eləyir. Papa yanacaq belə. Yanan deyil. Söyləsəm yanacaq. Burada gücləndirilmiş iş gedir. Cəbrayıl müəllim bizim üçün qəşəng çay hazırlayır. Papa isə burada şaşlıq. Və hər zamanki kimi powerbank mənimlə. Bunsuz yaşayış yoxdur. Cəbrayıl qəşəng samavar çayımızı da gətirdi. Uşa içib qutarıram. İndi çəkmək yadıma düşdü. Bu qədər şirniyyətlərlə qəşəng çay içirik buradan. Bugün vlog atmışdım. Oturdum biraz reyləri oxudum. Bəzi negativ reylər haqqında danışmaq istəyirəm. Mən vlogda qəbristanlığa getdiyim məqamları da çəkib əlavə eləmişəm və bu bəzi izləyicilərin narazıçılığa səbəb olur. Güya qəbristanlıqda çəkiliş eləmək qeyri-etikdir. Hərəsinin öz fikri var və hər birimizin fikrinizə hörmətlə yanaşıram. Mənim fikrimcə bu insanı təkrar xatırlatmaq deməkdir. Biz səni unutmamışıq deməkdir. Yasin oxutdurmaq, molla ilə qəbristanlığa getmək və yaxud ölən insanın şəklini paylaşmaq. Mənə görə bunlar hamısı hörmət əlamətləridir. Və burada ayıb və qeyri-etik bir şey yoxdur.
Владимир Ильич, лучи камерада adam очень хорошо, как будто дом двоих. Uzun müddət idi ki, mama qırmızı balıqlı şaşlıq istəyirdi. Biz 3 barmaqda 5 barmaqda. 5 barmaqda yemişdik. Amma orada antisanitar fasondur. Biz də tərtəmiz özümüz eləyirik. Bəh. Bizdə ailədə belə bir xasiyyət var ki, biz nəsə birlikdə iş görəndə mütləq dalaşmalıyıq. Bir-birimizi söyməliyik. Ondan sonra orada nuş yeyə bilərik. Mən bunlara demişəm ki, mən kontent çəkirəm. Mənim vaxtım yoxdur. Mən Instagram üçün videolar hazırlamalıyam, reelslər hazırlamalıyam, vlog hazırlamalıyam. Ona görə bunlar prosta dalaşır. Mən də bunlara hədə qorxu gəlirəm ki, özünüzü pis aparsa, siz necə dalaşırsınız, çəkib paylaşacağım, biabr eləyəcəm. Hiç dalaşmırıq, prosta. Hə. Dalaşırlar. Dalaşırlar. Qəşəng belə süfrəndə düzdük. Amma nədənsə bugün heç iştahım yoxdur. Heç özüm də bilmirəm niyə görə. Balıq da çox qəşəng qalınıb. Belə ətimizdən də qalıb. Papa da deyir ki, hamısını eləyib saxlayaq. Mama isə deyir ki, sabah eləyərik, yoxdur. İsti olsun. Çünki sabah da gün boyu biz burada eyirik. Bunlar supermarketə də gelmişdilər, içkilər və s. belə şeylər də aldılar. Əvvəl biz planlaşdırırdıq ki, mama papa yuxarıda yatar, biz isə hamımız burada. Mama təklif edir ki, biz qızlar, yəni ki, mən və mamıçqa yuxarıda yataq. Amma qalanlar kişi xeylaqları hamısı burada. Belə bir təklif irəli sürdü mama, papa da razılaşdı. Ona görə çox güman ki, belə olacaq. Burada deməli atam, Cabrail və Kamilçik burada yatacaqlar. Oturdum, xeyli reylərə cavab yazdım, bacardığım qədər. Son vlogun altında 700 rey var, təsəvvür edirsiniz. Çalışdım, heç olmasa yarısına cavab verim. Kimin sualı varsa cavablandırım. Sualı olmayan, prosta bir gözəl söz yazan insanın reyini yanında ürək qoyum. Hər zaman vaxt olmur, amma vaxt olduqca çalışıram cavab yazmaq. Amma bəzən həqiqətən alınmır və insanlar məndən inciyirlər. Saatımız isə rovna 5-dir. Hər şey hazırda, otururuq yeməyə. Kebabımız da уже hazırdır. Çox qəşəng alınıb. Həqiqətən antrikot dəhşət gözəldir. Özdə ki, mən qızlar iminə belə qızardılmış kebabı xoşlayıram. Yarı yanmış. Bilirəm ki, biraz ziyandır, amma çox dadlıdır. Belə gözəl süfrəmiz. Otururuq уже. Əsas papa və Cabrail otursun. Onlar daha çox iş görüblər bizə nisbətən. Bundan əvvəlki vloqlarda demişəm sizə qızlar, mənim rəfiqəm həm atanı, həm ananı bu yaxınlarda itirib və o qədər valideynlərə bağlı bir insan idi. Mənə isə hər zaman deyir ki, valideynlərlə mümkün qədər çox vaxt keçir. Onlarla birlikdə videolar çək, şəkillərin olsun. Çünki bu iki insan hər şeyə rağmen səni sevəcək. Heç bacı qardaş valideynlərin yerini əsla verə bilməz. Nə qədər yaxşı bacın olsan və yaxud qardaşın, fərq eləməz, valideynin yerini heç kim verə bilməz. Rəfiqəm məndən böyükdür və bu sözləri o mənə deyəndə həmişə diqqətlə qulaq asıram və çalışıram o dediyi kimi eləyim. Çünki həqiqətən düz sözlərdir və yaşamış bir hallardır. Bu sözləri sizə də ötürmək istəyirəm, çünki mənim də kütləm var. Əgər sizin valideynləriniz sağdırsa, mütləq onlara vaxtında diqqət yetirin. Kobud söz deməyin, yaxşı anları yaşayın. Həmişə hörmət eləyin, sevindirin. Bu həqiqətən çox önəmlidir və yaş getdikcə mən bunu anlayıram. Biz isə çox gözəl oturduq, şən söhbət elədik, tostları dedik. Həqiqətən qəşəng keçdi var. Amma biz bir şey unutduq. Kəş gözümlə mafiya kartları götürərdim, fərqli oyunlar, indi oturub oynayardıq. Onu düşünmədik, çünki evdə də var idi. Dost deməliyəm. İkinci növbə. Papanın bu il 60 ili olub. Təbrik edirəm. İnşallah həmişə belə cavan qalasan. Çünki rəylərdə də hamı deyir ki, sən çox cavan görsənirsən. Bir dənə papanı göstər, zəhmət olmasa, qəşəngcə. Hamı yazır rəylərdə ki, papa cavan görsənir. İnşallah mən də sənin kimi 60 yaşında belə görsənim. Oğlum, təbrik edirəm. İnşallah həmişə biz belə mehriban olaq. Gələn il hamımız birlikdə, bu dəfə pərmanə ilə hamımız yığışaq. Düzdür, can sağlıq olsun təki. Sərxanla bir yerdə. Hə, hamımız bir yerdə. Ой, сказано. Sağ ol. Nuş. Qəşəng samavar çayının yerini nə verə bilər? Təbii ki, heç nə.
Və özümlə yadısa gəlirsə izləyici mənə hədiyyə elədiyi şokoladları, bu mersini götürdüm. İndisini birlikdə açıb gəlin sınayaq, baxaq görə içində nələr var və dadlıdır ya yox. Ümumiyyətlə mersinin şokoladları mən həddindən artıq çox sevirəm. Çox şokolad hədiyyə eləmişdi. Sadəcə bu qalıb açılmamış, istəyirdim qısa short video çəkim, amma qismət bugün oldu. Dam. İçində belə konfetlər var. Özdəki içi boldur. Adətən belə korobkaların içində 3-4 dənə şokolad güclü olur. Amma burada baxın nə qədər var. Qəşəng südlü şokolad. Bu vloga baxırsansa çox sağ ol. Həqiqətən çox dadlı şokoladdır. Qəbələnin təbiətini mən çox sevirəm. Ona görə imенно bu məkanı seçdim. Sizcə Cəbrayıl nəyə baxır YouTube-da? Mənim son vloguma. Ben həmişə ona baxıram. Dəqiq olsun. Bütün ailə ona baxır. Dəqiq olsun. Dəqiqdir. Baxın, mənim vlogum burada. Ailəmizin başqa üzvləri baxaq görək nə edir burada. Da. Kəmil, nə edirsən sən burada? Oyun oynayır burada. Bizdən ayrıca. Если это 3 разных шкафа, то да. Мы про выхода говорим, да? Поставить там, не знаю. Ayaqlarımı belə qattaladım. Və gəlmişəm bura. Nədənsə heç kim çimmir. Amma deyir ki, düşərsən sən ora. Heç olmasa ayaqlarımı belə. Əslində kupalnikdə götürmüşəm özümlə. Elə qəşəng qaynar sudur. Wow. Dəhşət. Bir dəli şeytan deyir ki, kupalnikı gey və qəşəng buradan çim. Həmişə bilirsiniz necə olur. Belə məqamların qədrini bilmirsiniz. Sonra Bakıya qayıdanda düşünürsən, kaş ki mən orada olardım. Kaş ki mən orada çimərdim. Baxın, bu kaş ki sözünü deməmək üçün indi kupalnikı geyinməyib girirəm buram. Ona görə batmıram. Bir 60'dan çox. Niye? Allah. Baseynin dərinliyi 1.60 cm-dir. Mən isə hardasa 1.67-yəm. Ona görə mənə görə ideal bir dərinlikdir. Bu arada qızlar, çox təəssüf ki, hələ də üzə bilmirəm, amma mənə hər il deyir ki, mütləq üz güclüyə yaz və öyrən. Bir ara yazılmaq istəyirdim. Bir aylıq deyəsən 380 manatda, amma müəllimlə birlikdə. Və bu bir ay ərzində 2 dəfə həftədə gedirsiniz və sizə tam olaraq zəmanət verirlər ki, yəni ki, siz öyrənəcəksiniz. Mən isə burada prosta gəzirəm, vidirirəm ki, güya ki üzürəm. Sırası bilirsiniz, ağlıma nə gəlir? Başa düşürəm ki, mən bağ evi istəyirəm. Baseynim olsun. Hər gün, qış, yay. Və sən deyirdin, belə balaca baseynin yeri yoxdur. Amma yəni o gün danışırdıq, hardasa bir ay bundan əvvəl. Amma mən deyirəm ki, balaca olsun, lap 3-3 olsun. Mən boçka kimi. Mən yerləşim, deyir, mən kifayətli, böyük lazım derim. Amma da başladı ki, o nə baseyin olacaq, baseyin böyük olmalıdır və s. Mən səhərə qədər buradayam. Nə papa, nə qardaşım, nə mama girmir. Lap da yaxşı. Bu arada qızlar, sizdən bir şey xahiş eləmək istəyirəm. Əgər hələ də mənim kanalıma abunə deyilsinizsə, qəşəng vaxt tapmışam. Sizdən xahiş eləmək istəyirəm. Mənə abunə olun. Vaxtında sizin üçün maraqlı kontentlər, fərqli məkanlar, gözəl yerlər, qəşəng videolar çəkəcəm sizin üçün. Bugün nastroyeniyam da çox gözəldir əslində. Və sizdən xahiş eləmək istəyirəm, mənə abunə olun. Burada əsas qorxu telefon əlimdən düşməsin. Əlimdən düşsə 17 Pro Max almaq məcburiyyətində qalacağım. Hələ ki bununla yola verirəm. 16 ilə bir cürə yaşayıram. Mən hələ də burada təkəm, təsəvvür edirsiniz. Dedim çağırım Cəbrayılı və papamı. Rəhmətli nənəm hər zaman deyirdi ki, Cəbrayıla Cəbrayıl demə. Çünki o məndən 18 il böyükdür. Və nənəm həmişə deyirdi ki, hörmət naminə, rəhmətli nənəm deyirdi, sən ona qaqaş deməlisən və yaxud
Cəbrayıl qardaş deməlisən. Amma dilim o qədər öyrəşib, mən deyə bilmirəm də. O öyrəşmişəm ki, prosta Cəbrayıl deyirəm ona. Mən yuxarı qalxdım, 5 dəqiqə paltarımı dəyişdim. Heç soyuq da olmadı. Mama isə çimək istəmir. Cəbrayıl və papa gediblər çiməyə, baxaq görək. Mən çiməndə bunlar heç kim girmədi. İndi giriblər. Nə qədər vaxtını itirdilər. Amma mənim kupalnikim yaşlı deyə mən şey dedim. Atam belə görmək istəyirsiniz. İzləyicilərimə salam. Ha, dinləyicilərimə salam. Dilənçilərə yox, izləyicilərə. Hovuzdan çıxarkən dərd tutmuşdu ki, məni necə çıxacağam, necə soyuq olar. Amma burada qızlar kondisioner var, polni xod qoymuşuq. Hələ otaqlarda da hərəsində ayrıca kondisioner var və yaxşı ki, saçım yaş deyil idi deyə. Demək olar ki, qurulamağa vaxt getmədi. Paltarımı dəyişdim, kupalniki qoydum qurumağa. Vəssalam. Bunlar çimərkən mən də ayaqlarımı isladıb oturmuşdum bunlarla söhbət eləməyə. Məkanın isə Instagramı, YouTube'u, hər bir məlumatı videonun altında sizin üçün qoyuram. Birdən siz də bura gəlib istirahət eləməyi istəsəz. Instagramda məni izləyənlər stories bölməsində bunları hamısını görüblər. Ona görə məni Instagramda da takib eləməyi unutmayın. Çox təəssüf ki, burada bu videonu sonlandırmaq məcburiyyətindəyəm. İkinci gündən isə ayrı vlog olacaq. Çox güman ki, sabah paylaşacağım sizin üçün. Bugünlük isə bu qədər. Çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Mənə like basıb və öz fikrini bölməsində yazmağı unutmayın. Sağ olun.